Element nədir? Bir oksigen olmaqla iki elementdən ibarət olan mürəkkəb maddə oksid adlanır. Yəni elementin biri oksigen olmalıdır, biri digər element ola bilər. İki elementdən ibarət və mütləq oksigenin oksidləşmə dərəcəsi -2 olan mürəkkəb birləşmələr nə adlanır? Oksidlər adlanır. Deməli, oksidlər iki elementdən ibarət olmayan oksigenli birləşmələr də var. Bunlara peroksidlərdir, superoksidlərdir, ozonidlərdir, bir də fluoridlərdir. İndi gəlin görək superoksidlər nədir? Superoksidlərdə oksigenin oksidləşmə dərəcəsi -1, peroksidlərdə. Superoksidlərdə 1/2 oksigenin dərəcəsi, ozonidlərdə -1/3, fluoridlərdə -1 və -2-yə bərabərdir. İndi gəlin nümunələrə baxaq. H2O2, kalium 2O2, natrium 2O2, bu birvalentləridir. Kalsium O2, baryum O2, strontium O2. Bunların hər birində oksigenin dərəcəsi nədir? -1 olur. İndi gəlin superoksidlərə baxaq. Superoksidlərdə kalium O2. Oksigenin dərəcəsi, baxın, kalium -1-dir. -1-i bölürük 2-yə, əks işarə ilə göstəririk. Ozonidlərdə kalium O3-dür. Kalium müsbət sabitdir, -1-dir. 1-i bölürsünüz 3-ə, əks işarə ilə oksigenə qeyd edirik. Fluoridlərdə fluor 2O2-də -1-dir. Fluor 2O-da isə -2-dir. Baxın, indi gördünüzmü ki, əsas məsələ oksigenin dərəcəsidir. Əslində dərəcəni bilməsəniz, bunlara da siz oksid deyə bilərsiniz. Ancaq dərəcələrini bildikdən sonra artıq bilirsiniz ki, bunlar oksid yox, peroksidlər, superoksidlər, ozonidlər və yaxud da fluoridlər ola bilər. Oksidlərdə yadınızda qalsın, element birbaşa oksigenlə rabitə əmələ gətirir. Amma peroksidlərdə, gəlin bir dənəsinə baxaq, H, yəni burada ortada bir dənə qeyri-polyar nə var? Rabitə var. Yəni birbaşa elementlə də əmələ gəlməyən rabitəmiz mövcuddur. İndi gəlin görək oksidlər neçə yerə bölünür? Hansılardır? Təsnifatına baxaq. Oksidlər 2 yerə bölünür. Duz əmələ gətirməyənlər, bir də duz əmələ gətirənlər. Duz əmələ gətirməyənləri sadəcə əzbərləməlisiniz. N2O, NO, CO, silisium O. Bunlar heç bir birləşmədə nə turş oksidinin tərkibində, nə də duzların tərkibində mövcud deyil. Ancaq duz əmələ gətirən oksidlər deməli bir neçə qrupa bölünür. Əsasi, amfoter, sonra turşu, bir də qarışıq. İndi gəlin əsasi oksidlərə. Yadınızda qalsın, 1 və 2 valentli metallar əsasi oksidləri. Təbii ki, amfoterlərin 2 valentlisini çıxmaq şərti ilə. O da bir dənə sinkdir, 2 valentli yadınızda qalsın. Berilyumdur, 2 valentli. Əsasən bax bunlardır. İndi gəlin baxaq. Kalium 2O, natrium 2O, sonra litium 2O, kalsium O, baryum O, strontium O, feryum O, kuprum O, xrom O, bir də manqan O. Bunlar altına xətt çəkirəm, çünki bizə növbəti oksidlərdə lazımdır. Deməli, bunlar
necə oksiddir? Əsas oksidlərdir. İndi keçdik amfoter oksidlərə. Birinci amfoter metalları yazıram. Sink amfoter metaldır, oksidi də amfoter oksiddir. Berilyum amfoter metaldır, oksidi də amfoter oksiddir. Daha sonra plümbum O2, 3 valentlərdən alüminium 2O3, xrom 2O3, feryum 2O3. Bunlar isə amfoter oksidləri əmələ gətirir. Getdi indi turşu oksidlərinə. Amfoter oksidlərdə də yadınızda qalsın, 2 və 3 valentli metalları götürürsünüz. Turşu oksidlərdə qeyri-metallardan, bir də valentliyi 4-dən yuxarı olan metalları nəzərdə tuturuq. Baxın, CO2, NO2 qeyri-metaldır, SO2, silisium O2, sonra SO3, wolfram metaldır. Wolfram O3 6 valentli olduğuna görə artıq turşu oksidini əmələ gətirir. Sonra xrom O3 artıq 6 valentlisidir. Burada 3 valentlisidir. Sonra N2O5, P2O5, xlor 2O5, xlor 2O7. Görsünüz, valentliklər artıq 4-dən sonranı göstərir. Bunlar da turşu oksidlərdir. Qarşı oksidlərini hələ ki demirəm. Gəlin baxaq görək niyə. Baxın burada dəmirin görün neçə dənə oksidini görürük. Feryum O, bir də feryum 2O3. Bunları bir yerdə yazsanız, toplasanız nə alarsınız? Feryum 3O4. Deməli, bu bir qarşı oksidinizdir. Sonra plümbum O. Toplasanız nə alarsınız? Plümbum 2O3. Deməli, içərisində bir neçə oksid olan nə adlanır? Qarşı oksidlər adlanır. İndi gəlin oksidlərin adlanmasına baxaq. Yadınızda qalsın, sabit valentlidirsə əgər element, onun adlanmasında heç bir dəyişkənlik yoxdur. Baxın, kaliumdan başqa yerdə görürsünüz oksidlər içərisində. Xeyr. Ona görə eləcə burada deyirsiniz, buradan yazıram, kalium 2O, kalium oksid. Amma baxın, xrom bir dənə buradadır, bir dənə buradadır, bir dənə buradadır. Tutaq ki, mən deyirəm ki, uşaqlar, xrom oksid. Ona siz sual versiniz. Ay mənim, hansını? Əsasini mi, amfoteri mi, turşunu mu? Onda mən mütləq nə etməliyəm? Valentliyin deməliyəm. Əgər deyirəm xrom 2 oksid, onda necədir? Əsasidir. Əgər desəm xrom 3 oksid, onda amfoterdir. Əgər desəm xrom 6 oksid, nə deyirsiniz? Turşu oksididir. Ona görə də dəyişkən valentlərdə mütləq valentlik nə olmalıdır? Qeyd olunmalıdır. Bəs gəlin görək, bu metallarda belədir. Metallarda mütləq nə qeyd eləməlisiniz? Metallarda valentlik nomenklaturada. Bəs qeyri-metallarda necə? Köhnə nomenklaturaya əsasən orada da valentlik. Məsələn, azot 1 oksid deyirəm, azot 2 oksid deyirəm. Karbon 2 oksid, köhnə nomenklatura ilə adıdır. Silisium 2 oksid. Amma yeni nomenklaturada 1 mono, 2 di, 3 tri, 4 tetra, 5 penta. Baxın, indi 2 dənə azot var. Onda mən deyirəm diazot monooksid. Sonra azot bir dənədir, oksigen də bir dənədir. Azot monooksid, karbon monooksid. Yaxşımı? Ancaq biz burada deyə bilmərik, qətiyyən. Litium 2-dirsə, dilitium oksid. Metallarda di, tri, tetra və s. sözləri olmaz. Yaxşımı? İndi gəlin bura baxaq. Azot bir dənədir. Azot dioksid, karbon dioksid. Metallarda qeyd eləmirik. İndi fosfor 2 dənədir. Onda deyirik difosfor. 5-də pentaoksid. Yaxşımı?
Demək, bu gün oksidlərin təsnifatını